Verilişin baş sponsoru Hacı Ceylon çayları. Salam, hər vaxtınız xeyirli uğurlu olsun əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Xəzərin sahilindən sizi salamlayırıq və ümid edirik ki, yaxın irəliləyən dəqiqələrdə bizimlə olacaqsınız. Çünki biz bugün elmdən danışacağıq və alimdən danışacağıq və alimlərin ruhu elm məbədində əbədiyyətə qovuşur və biz bugün alim, Ərəb məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, Ərəb filologiyası üzrə nüfuzlu alim, görkəmli tərcüməçi, Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin professoru, ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru Ayda xanım İmanquliyeva haqqında danışacağıq. Və bugün bizim qonağımız Ayda İmanquliyeva tədqiqatçılarından biri, filologiya üzrə fəlsəfə doktoru Şərəf xanım Cəlilidir. Şərəf xanım, xoş gördük sizi. Sağ olun, xoş təşəkkür gəlmişsiniz. edirəm, sağ olun. Xəzərin sahilindəyik Şərəf xanım və bizim Xəzərimiz Azərbaycanın milli mənəvi dəyərlərindəndir və təbii nemətimizdir və bizim Xəzərimiz bir sıra tarixi dönəmlərin şahidi olub və biz bugün Ayda İmanquliyevadan danışacağıq və Ayda İmanquliyeva imzası Azərbaycan ədəbiyyatında, Azərbaycanın şərqşünaslıq elmində böyük imzalardan biridir. Hörmətli Fəxriyə xanım, əvvəl dəvətə görə təşəkkür edirəm. Elə tarixi şəxsiyyətlər, qiymətli simalar var ki, onlar varlıqları ilə, fəaliyyəti ilə, elmi, pedaqoji yaradıcılıqları ilə millətə, məmləkətə baş ucalığı gətirən və bu millət var olduqca, bu vətən var olduqca əbədiyyət dastanında vərəqlənən, oxunan çox qiymətli dəyərlərdən biridir. Ayda xanım Azərbaycan ictimai fikir tarixində, Azərbaycan pedaqoji fikir tarixində adını qızıl hərflər həkk etmiş böyük alimlərdəndir. Ayda xanım təkcə Azərbaycanın nüfuzlu alimi, özdə şərqşünas alimi deyil, dünyanın nüfuzlu şərqşünas alimlərindən biri, dünyada ərəb məhcər ədəbiyyatının ilk qadın tədqiqatçılarından biri və birincisi, həm də Azərbaycan Milli Elmlər Akademiyasının ilk qadın direktorudur. Unudulmaz Mircəlalın tarixi bir kəlamı var. Deyir, ya gərək elə yazasan ki, özün qalasan yaddaşlarda, ya da elə şəxsiyyətlərdən yazasan ki, o ünvanlarda əbədiləşəsən. Ayda xanım araşdırma ünvanı seçdiyi tarixi şəxsiyyətlər Azərbaycanın, Turanın, Türk dünyasının, müsəlman mədəniyyətini çevrələyən ölkələrin qiymətli ziyalıları, qələm sahibləri, fikir və düşüncə sahibləri idi. Ayda xanımın araşdırmaları təkcə Azərbaycana yox, bütöv şərqə, Turana, Türk dünyasına, bugün sivilizasiyaları, mədəniyyətləri, dinləri dialoqa səsləyən hər kəsi şərəfləndirən qiymətli əsərlərdir. O odlar yurdu Azərbaycanın bir parçası olan Azərbaycanda Xəzərin qoynunda dünyaya gəlib. Həm doğulduğu ailə, həm də gəlin getdiyi ailə etibari ilə mühacirətin kədər dastanını yazmış, oxumuşdular. O Mircəlalın ocağına gəlin getmişdi. O həm də professor Nəsir İmanquliyev kimi, hörmətli unudulmaz Gövhər xanım kimi qüdrətli ziyalıların ailəsində dünyaya gəlmişdi. Bugün bəlkə də o sahəyə meyl etmək, şərqlə qərbi dialoqa səsləmək, sivilizasiyaları, mədəniyyətləri birliyə, bütövlüyə, dünyanı ideya və məfkurə birliyinə səsləmək o qədər çətin deyil. Çünki dünyanın artıq sərhədləri kiçilib. İnformasiya texnologiyaları sayəsində dünya ən kiçik insanın belə ovcunda olub. Amma Ayda xanımın araşdırma kimi seçdiyi sahə şərq-qərb dəyərlərini, sivilizasiyaları, mədəniyyətləri dialoqa səsləyən üç qüdrətli ərəb məhcər ədəbiyyatını Latın Amerikasında yaratmış üç qüdrətli simanın dünyasına əsr olunub. Əmin Ər-Reyhaninin, Kübran Xəlil Kübranın və Mixail Nuaymənin dünyasına inərək Latın Amerikasına mühacirət edən ərəblərin, yəni Suriya və Livan ədiblərinin ağrısını, acısını qələmə almaq, onların yaradıcılıqlarını vərəqləmək və o yaradıcı insanların dünyasını 30-cu illərin dəhşətləri ilə müqayisə etmək, Azərbaycandakı repressiya qurbanlarının taleyi ilə, mühacirlərin taleyi ilə müqayisə etmək böyük alim cəsarəti və ləyaqəti tələb edirdi. Ayda xanım bir Sovet vətəndaşı idi. Əsəri Bakıda
Şərqşünaslıq İnstitutunda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində yaxın və orta şərq ədəbiyyatı şöbəsində təsdiq olunmuşdu. Amma Aida xanımın yaradıcılığının, yəni elmi işinin əhatəsinin genişliyi onu vadar etdi ki, o Azərbaycanda nüfuzu olan, ümumiyyətlə şərqşünaslar aləmində nüfuzu olan Rüstəm Əliyev kimi böyük alimin razılığı ilə, rəyi ilə yanaşı, o həm də mərkəzdə, Moskvada böyük nüfus sahibi olan, ümumiyyətlə SSR-də və kommunist rejimini çevrələyən ölkələrdə böyük nüfuzu olan Yosif Braginski kimi böyük bir alimin də rəyini almışdı. Hamı bilir ki, Yosif Braginskinin məxsus olduğu məktəblər ciddi məktəblər idi. Bartoldun, Baskakovun məktəbini keçmək əslində Mirzə Kazım bəyin digər bir Azərbaycanlının məktəbini keçmək idi. Aida xanım öz böyük fəaliyyətinlə həm də elmi işinin genişliyi ilə bir daha sübut etdi ki, Azərbaycan tarixin bütün dönəmlərində bəşər mədəniyyətinə, elm tarixinə Mirzə Kazım bəydən sonra da dahilər bəxş edə bilir. Mirzə Kazım bəy Dərbənd Şeyxülislamının oğlu idi. Amma yeganə türk və müsəlman idi ki, o Peterburq Universitetinin şərqşünaslıq bölümünü qurmuşdu. O həm də Çar Rusiyası zamanında yeganə türk və müsəlman alim idi ki, əsərləri senzuradan kənar çap olunmaq kimi bir hüquq qazanmışdı. Amma Mirzə Kazım bəyin tarixi iki kəlamı var. O kəlamın biri məhz Şərqlə, Azərbaycanla bağlıdır. Mirzə Kazım bəy söylüyordu ki, Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin özündən, içərisindən çıxmalıdır. Aida xanım Şərqin özündən və içərisindən çıxan Mirzə Kazım bəy kimi, Abbas Qulağa Bakıxanov kimi, Mirzə Fətəli Axundzadə kimi həm böyük mütəfəkkir alimlərdən, həm də böyük mütəfəkkir qələm sahiblərindən idi. Mirzə Kazım bəyin başqa bir tarixi qiymətli kəlamı var. O Şeyx Şamil və Müridizm əsərinə bir epiqraf seçmişdi. Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəmandır. Aida xanım böyük alimdir. Çünki dünyada ərəb məhcər ədəbiyyatının ilk qadın tədqiqatçısı kimi elm tarixindən öz möhrünü vurub. O bir daha öz yaradıcılığı ilə, elmi pedaqoji fəaliyyəti ilə, konferans və simpoziumlardakı çıxışı ilə sübut edib ki, Misir ehramlarını, Babil mədəniyyətini, Şumer Akkad mədəniyyətini yaradan, bəşər mədəniyyətini Şeyx Nizami Gəncəvi, Mövlana Məhəmməd Füzuli, Əfsələddin Xaqani, Şeyx İmadəddin Nəsiminin irsinin davamı olaraq həyata vəsiqə almış, Həbibinin, Nəsiminin irsini öz yaradıcılığında davam etmiş, Hüseyin Cavid kimi, Abbas Qulağa Bakıxanov kimi, Xurşudbanu Natavan kimi dahiləri bəxş edən alimlərin, özdə mütəfəkkir şair və yazarların ardıcı həm də Aida xanım İmanquliyeva kimi böyük bir alim elm dünyasına vəsiqə ala bilir. Amma Aida xanımın tədqiqat sahəsi olaraq seçdiyi ərəb məhcər ədəbiyyatını yaradan dahilər, həm Çübran Xəlil Çübran, həm Əminə Reyhani, həm də Mixail Naimə Qələmlər Cəmiyyətini qurmuşdular. Baxın, 30-cu illərə qədər də bir Qələmlər Cəmiyyəti var idi. Türkistanda ona Çolpan rəhbərlik edirdi, Cığatay Gürüngü adında. Azərbaycanda Yaşıl Qələmlər Cəmiyyəti var idi, Seyid Hüseyin rəhbərlik edirdi. 30-cu illərin dəhşətli repressiyaları hər iki qüdrətli türk yazarının, aydınının, fikir və düşüncə sahibinin, qələm sahibinin ömrünü sona yetirdi. Onlar repressiyanın acı şərbətini içdilər. Amma bizim bir qrup qələm sahibimiz oldu ki, Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdan bəy Topçubaşov, Almaz Yıldırım. Onlar mühacirətin daha sərt üzünü, taleyini yaşadılar. Aida xanımın böyüklüyü oradaydı ki, o Çübran Xəlil Çübrandan, Əminə Reyhanidən, Mixail Naimədən, onların Latın Amerikasında yaşadığı həyat tərzindən, yaratdığı qiymətli əsərlərdən yazır və onları həm də bizim mühacirlərin həyatı ilə, taleyi ilə müqayisə edir və qeyd edir. Mühacirət dəhşətlidir, vətənə həsrətin özüdür. Amma mühacirət həm də hər bir millətin vətəndən kənardakı səfiridir, elçisidir. Aida xanım düz qeyd edirdi. Vətəndə vətənsizliyin acısını yaşayan, mühacirətdə belə vətən naminə qiymətli əsərlər yaradan Çübran Xəlil Çübran həm yazıcı idi, həm gözəl novellalar yaradırdı, hekayələr yaradırdı, həm də gözəl rəsm əsərləri çəkirdi. O fırçanın və qələmin vəhdətində Latın Amerikasına hicrət etmiş, mühacirət etmiş insanlar, Suriyadan və Livandan olan ədiblərin və insanların dünyasından dünyaya, bəşəriyyətə soraq verirdi. Aida xanım Əminə Reyhanidən yazıb. Reyhaninin bütün dünyası şərq-qərb dəyərlərinin dünya mədəniyyətinə inteqrasiyasına sübut idi. Aida xanım Mixail Naimədən yazıb. Mixail Naimənin bütün yaradıcılığı bəşəri dəyərlər sistemində gender bərabərliyini, ideyasını irəli sürməkdən ibarət olmuşdu. Mixail Naimənin bütün yaradıcılığı həm də bəşəri dəyərlər
dəyərlər sistemində yeni dünya modelinin qurulmasına həsr olunmuşdu. Ayda xanımın böyüklüyü ondaydı ki, o bu dahilərdən yaza-yaza, onların qiymətli irsini araşdıra-araşdıra, həm də Saint-Beuve'ün, Hippolyte Tainin, Jung'un, Sartre'ın dünyasından, Avropanın qiymətli filosof alimlərindən, onların dünyasından Azərbaycanın qüdrətli fikir və düşüncə sahiblərinə, yazarlarına, yazıcı və şairlərinə, özü də mütəfəkkir şairlərinin dünyasına körpü salırdı. Ayda xanım Avropanın və Latın Amerikasına mühacirət etmiş Suriya və Livan ədiblərinin əsərlərindəki işartıda həm də Nizaminin, Nəsiminin, Füzulinin, Mirzə Cəlilin dünyasını görürdü, onların işartısını görürdü və Sartre'ın, Saint-Beuve'ün dünyasında o dahi insanların Barth kimi əzəmətli fikir sahibi olan, düşüncə sahibi olan Wilhelm Dilthey kimi dahi bir filosofun dünyasında Şeyx Nizami Gəncəvinin insan sevgisindən, Mövlana Cəlaləddin Ruminin ilahi eşqindən, həm də Mövlana Məhəmməd Füzulinin ilahi eşqindən söz açmaq, müqayisələr aparmaq bugün çox asandır. Kifayət qədər informasiyalar var. Biz dünyanın nəhəng kitabxanalarında mənbələri oxuyuruq, fərəxləyirik, tarixi faktları əldə edirik. Amma 60-cı illərdə SSR tərkibində mövcud olan bir Azərbaycan vətəndaşının, Azərbaycan aliminin belə bir qiymətli fikirləri söyləməsi, belə bir fikirləri irəli sürməsi, Avropa, Şərq və Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında eyni düşüncəni, birlik, bütövlük, bərabərlik, qardaşlıq kimi düşüncələri bir araya gətirmək, onları elmi nəzəri süzgəcdən keçirmək və onları bir-birinə yaxınlaşdıran duyğunun, düşüncənin bəşəriyyətin xilas yolu olduğunu sübut etmək özü cəsarətin, ləyaqətin ən gözəl nümunəsindən, simvolundan biri idi. Elmi və pedaqoji fəaliyyəti, Ayda xanımın ərəb filologiyası ilə bağlı ciddi araşdırmaları, bütün bunların hər biri həm də ondan qaynaqlanırdı ki, qeyd etdiyiniz kimi, o həm bunu qanı ilə, canı ilə, irsiyyəti ilə yaşamışdı, həm də böyük bir məktəb görmüşdü və o bu missiyanın sanki bir davamçısı kimi özünü hiss edirdi. Hörmətli Fəxriyyə xanım, bayaq da qeyd etdim, elə tarixi şəxsiyyətlər var ki, onlar bu dünyaya mənsub olduqları milləti, məmləkəti, hətta qövmü, İslam mədəniyyətini, Turan, Türk dünyasını ümumbəşəri dəyərlər sintezinə, yəni ümumbəşəri dəyərlər sisteminə qovuşdurmaq üçün gəlirlər. Baxın, bugün bu cür düşüncəyə dünyanın ehtiyacı var. Bugün Şərq qan içindədir. Ayda xanım o dövrdə də Şərqi bu cəhalətdən, Min bir gecə nağıllarının ofsunundan xilas edəcək yolları göstərirdi. Ayda xanım həm də elə ziyalıların əhatəsində yetişmişdi ki, onlar bütün varlığı, ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan idilər, Turan idilər, Türk dünyası idilər. Şeyx Cəmaləddin Əfqani deyir ki, elm Çində olsa belə onun dalıyca get. Şeyx Cəmaləddin Əfqani həm də deyir ki, bəşəriyyətin elm seli artıq dünyanı öz ağuşuna almaqdadır. Şərqdən qopan bu nur bütün dünyanı təkcə öz ağuşuna almayacaq, onun xilas yeri olacaq. Bəli, Şərəf xanım, biz bütün dövrlərdə bir xalq olaraq, bir məmləkət olaraq öz ziyalarımızla, öz dəyərlilərimizlə fəxr edə bilərik, öz tarixi şəxsiyyətlərimizlə və bir tədqiqatçı kimi Ayda xanım İmanquliyeva həyatını, onun fəaliyyətini, onun yaradıcılığını tədqiq edərkən nə qədər dəyərli məlumatlar bizə əxs edirsiniz, təqdim edirsiniz. Qısa bir aramız var. Qısa aradan sonra yenidən burada olacağıq. Əziz tamaşaçılarımız, biz dəyərli şərqşünası alim Ayda xanım İmanquliyeva həyatına nəzər salırıq. Bizim dəyərli tədqiqatçımız Şərəf xanım Cəlilin simasında. Qısa aradan sonra buradayıq. Hacı Seylon çaylarının baş sponsorluğu ilə bizi izləyirsiniz. Reklamlarımız bitdi. Xəzərin sahilində verilişi öz axarı ilə davam etməkdədir və biz bugün dəyərli alim, ərəb məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, ərəb filologiyası üzrə nüfuzlu alim, görkəmli tərcüməçi, Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru və eyni zamanda Azərbaycanda nüfuzlu alimlərdən, şərqşünaslıq sahəsində nüfuzlu alim Ayda xanım İmanquliyeva haqqında danışırıq və Ayda İmanquliyeva tədqiqatçılarından biri
Şərəf xanım Cəlili, filologiya elmləri üzrə fəlsəfə doktoru bugün bizimlədir. Şərəf xanım, deyirlər elə adamlar axtarın ki, onlarla söhbət kitaba bənzəsin. Məhz Aida İmanquliyeva həyatı da özünü kitablarda ehtiva edən bir həyat oldu. Və Aida İmanquliyeva araşdırmalarında şərq-qərb sivilizasiyalarının, mədəniyyətlər arası dialoquna bir töhfə oldu. Bayaq söhbətimizin bir məqamında siz bu nüansa toxundunuz. Hörmətli Fəxriyə xanım, bayaq da qeyd etdim, elə tarixi şəxsiyyətlər var ki, Tanrı yer üzünə onları böyük bir elçi qismində göndərir. O elçi dönür, elmin həm də diplomatiyadakı nüfuzu olur. Aida xanım bütün varlığı, fəaliyyəti, həm ictimai siyasi, həm elmi pedaqoji fəaliyyəti ilə Azərbaycan elminin diplomatiyadakı nüfuzuydu. Həm də Azərbaycan diplomatiyasının nüfuzuydu. Tale ilə gətirib ki, tarixin bütün dönəmlərində Azərbaycanda qüdrətli xatunlar dünyaya gəlib. O qüdrətli xatunların fəaliyyəti sərkərdə xaqan ərlərinin, ömürgün yoldaşlarının, oğullarının fəaliyyətinin arxasında gizlənsə də, zaman keçdikcə artıq arxivlər açılır, o barədə kitablar bağlanır, əsərlər yaranır. Aida xanımın fəaliyyətini biz Tomrisin, Nüşabənin əzəməti ilə müqayisə edə bilərik. Aida xanımın fəaliyyəti Sara xatunun əzəmətinə bərabərdir. Səlcuq Şahbəyimin, Möminə xatunun əzəmətinə bərabərdir. Onlar türk saray mədəniyyətini yaradan şahların, sultanların sanki arxa cəbhəsi idi. Sarayın humanitar siyasətini indiki dillə desək, mədəniyyət məsələlərini həll edirdilər. Aida xanım öz elmi əsərləri ilə bəşəriyyətin humanitar siyasətinə töhfələr verirdi. Yenə də deyirəm, yeni ərəb ədəbiyyatı korifeyləri Aida xanım İmanquliyevanın həm doktorluq dissertasiyasıdır, həm də ömrünün 30 illinə, bir qərinəsinə bir alim kimi ucaltdığı abidədir. Mən hər dəfə Azərbaycan Milli Elmlər Akademiyasının həyətindən keçəndə o möhtəşəm binaya baxır və düşünürəm ki, bura bir məbəddir. Burada ömrünü elmə, təmənnasız həsr edən, hər gecə könlünün yerinə, qəlbini açan, könlünün tanrı və millət, məmləkət dastanını yaradan insanlar əslində məbəddə mələk ömrü sürdülər. Aida xanım bizim məbəddə mələk ömrü sürən, varlığı ilə, yaradıcılığı ilə millətimizə, məmləkətimizə və ümumbəşəri dəyərlər sisteminə töhfələr verən böyük alimlərdən biri idi. Amma taleyinə elə düşmüşdü ki, ərəb mühacirət ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısıydı. Bayaq qeyd edirəm, yeni ərəb ədəbiyyatı sanki bizim yeni ədəbiyyatımızın, mühacirətdə yaranmış ədəbiyyatımızın, mədəniyyətimizin bir qolu, bir qismi idi. Əlimərdan bəy Topçubaşovun dünyası sanki oradan keçir. Aida xanımın yaradıcılığında, fəaliyyətində sanki cümhuriyyət qurucularının ki, onların ömrü vətəndən kənarda, vətənə həsr olunur. Amma vətənsiz bir vətəndaşın çəkdiyi ağrılarla keçir. Aida xanımın yenə də deyirəm, böyüklüyü ondaydı ki, o məbəddə mələk ömrü sürməklə yanaşı, həm də nüfuzlu bir alim kimi diplomatik kürsülərdə görünür. Aida xanım 60-cı illər ədəbi mədəni mühitinə yeniliklər gətirən böyük qələm sahiblərinin, Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Xəlil Rıza Ulu Türkün, Məmməd Arazın, Firidun bəy Köçərlinin irsinin davamçısı olan böyük müəllimlərin ruhunun davamçısıydı. Aida xanım Azərbaycan Milli Elmlər Akademiyasının möhrəsini qoymuş, təməlini qoymuş böyük alimlərin ruhunun davamçısıdır ki, onların sırasında Mustafa bəy Topçubaşov kimi qiymətli alimlər var idi, Musa Əliyev kimi alimlər var idi. Aida xanımın böyüklüyü, cəsarəti və ləyaqəti ondaydı ki, Azərbaycan Milli Elmlər Akademiyasını 1945-ci ildə qurmaqla həm də Şərqin qüdrətli elmi məbədlərini etirafda bulunan SSR-nin elmi mərkəzlərində kürsüyə qalxır və Azərbaycanın, Şərqin, Turanın, Türk dünyasının əzəmətli məktəblərini xatırladır. Ona görə Aida xanımın irsi bütün dünya üçün qiymətli idi ki, o Sovet vətəndaşı ola, Sovetləri çevrələyən bir ölkənin vətəndaşı ola, bütün yaradıcılığı, yəni digər Azərbaycan alimləri kimi bütün yaradıcılığı mərkəzə bağlı olan bir alim olmasına baxmayaraq, o Yusif Məmmədəliyev kimi, akademik Şəfayət Mehdiyev kimi, Mirəli Qaşqay kimi böyük alimlərin, Mirzə İbrahimov kimi, Səməd Vurğun kimi
Üzeyir bəy kimi böyük alimlərin, akademiklərin yolunu elmdə çox böyük uğurla davam etdirirdi. O bütün varlığı ilə, ruhu ilə, duyğuları ilə, sevgiləri ilə sübut eləyirdi ki, Azərbaycana təkcə Odlar Yurdu Azərbaycan kimi, Atəşgah məbədinin, İçəri şəhərin, Qobustanın qaya üstü abidələrinin, Qız qalasının sahibi kimi yanaşmaq doğru deyil. O dünyanın sahibidir ki, orada Məlikşah var, orada Alparslan var, orada Oğuznamələr var, yenə də deyirəm Manas var, Alpamış var, kitabı Dədə Qorqud dastanı var, Şeyx Səfi kimi əzəmətli bir kitabxananı qurmuş Səfəvilər dövləti var, Atabəylər dövləti var, Şirvanşahlar dövləti var və Aida xanımın böyüklüyü odur ki, o həm də kürsüyə bir qadın kimi qalxırdı. Bütün dünyaya sübut edirdi ki, çadrasına görə tanıdıqları, əmmaməsinə, əbasına görə tanıdıqları Şərq İbn Ərəbinin, Əl-Qəzalinin, Əl-Kindinin, İbn Sinanın vətənidir. Şeyx Cəmaləddin Əfqaninin vətənidir. Sührəverdilərin vətənidir. Və Aida xanım bunu özü də elə incə siyasətlə, elə bir mütəfəkkir alim qüdrətindən edirdi ki, o çıxış edəndə kürsülərdə onu dayandırmırdılar. O zahirən həm də daxilən gözəl idi. Baxın, Azərbaycan yeganə məmləkətdir ki, Türk dünyası yeganə bir yörədir ki, o məhz qadın adına abidələr ucaldıb. Dünyanın 3 möhtəşəm qadın adına ucaldılmış abidəsi var. Möminə Xatun türbəsi Naxçıvanda, Atabəy Məhəmmədin və Şəmsəddin İldəgizin Möminə Xatun eşqinə ucaltdıqları, ana və qadın eşqinə ucaltdıqları abidədir. İkinci bir möhtəşəm abidəmiz Turan elləri Türk dünyası şərq adına Əmir Teymurun sevgili xatunu Bibi xanımın adına ucaltdığı məsciddir. O məsciddə göy məscid olmaqla yanaşı, həm də o kümbəzin minarəsi göy olmaqla, səma incisi olmaqla yanaşı, həm də o sənduqənin üzərində Qurani Kərim işlənib. Yenə də səma incisi olan mirvaridən işlənib. Digər bir qüdrətli abidəmiz isə bizim Tac Mahal adı ilə dünyada məşhurdur. Babur imperiyasını qurmuş, Babur Şahın sevgili xatunu Mümtaz Mahalın adına ucaltdığı bu abidə dünyanı fəth edən turistlərin simasında bir türkün, bir şərqlinin qadına olan ehtişamlı sevgisindən soraq verməklə yanaşı, cənnəti ayaqlarının altında saxlayan qadına münasibətin göstəricisidir. Aida xanım bütün varlığı ilə, bütün çıxışlarıyla, istər Almaniyada, İsveçdə, Norveçdə, Kanadada, Moskvada etdiyi çıxışlarla bütün dünyaya sübut etdi ki, Güney Qafqazlarda, SSR-nin tərkibində onun əyalətlərindən biri hesab olunan qüdrətli bir dövlət var, Odlar Yurdu Azərbaycan var və o təkcə bioresurslarına, neftinə, qazına görə deyil, düşünən beyinlərinə, Aida xanım kimi alimlərinə görə dəyərlidir, qiymətlidir. Bu səbəbdəndir ki, ötən əsrin 70-ci illərində Aida xanıma uzaq Livandan, Beyrutdan al qızılgül, qırmızı qızılgül gəlmişdi. Bu da çox maraqlı faktdır və mən masanın üzərində sizin kitabınızı görürəm. Daşda çiçək açan dilbər və bu da çox maraqlı faktdır. İstərdim bu barədə biz danışaq. Hörmətli Fəxriyyə xanım, kitab olaraq doğulmaq, Aida xanım kitab adamı idi. Əvvəl kitab adamların evində, ocağında dünyaya gəlmişdi. Professor Nəsiri Manquliyev Azərbaycanda milli mətbuatın qurucularından Tanrıya və qələm müqəddəsliyinə ömrünü həsr etmiş, bağışlamış böyük ziyalılardan, fikir və düşüncə sahiblərindən idi. Bakı və Baku qəzeti isə onun şah əsəri idi. Aida xanım belə bir şah əsəri yaratmış, Aida xanım kimi şah əsəri yetişdirib millətə, məmləkətə təqdim etmiş böyük bir ziyalının, həm də böyük nəsli, şəcərəni tərcümə halında daşıyan Gövhər xanım kimi qiymətli bir ziyalının ocağında dünyaya gəlmişdi. Aida xanım qiymətli əsərləri ilə Azərbaycanın yox, dünyanın elmi, mədəni, fikir tarixini zənginləşdirən, pedaqoji fikir tarixini zənginləşdirən, bayaq da qeyd etdim, Mircəlalın gəlini idi. Mircəlalın 2 qiymətli əsəri var idi. 20-ci əsrdə Azərbaycanda ədəbi məktəblər və Füzuli sənətkarlığı. Bu dahiyanə əsərlərin sırasında Aida xanım dahiyanə kitablar, əsərlər yazırdı. Onun Qələmlər Cəmiyyəti və Mixail Nuaymənin onun yaranmasında rolu, Mixail Nuaymə, Çübran Xəlil Çübran, Yeni Ərəb Ədəbiyyatı Karifeyləri kitabı
olmalıdır. Təkcə Azərbaycan və keçmiş SSR məkanı üçün yox, bütün dünya şərqşünaslığı, sivilizasiyaları, mədəniyyətləri dialoqa səsləyən, həm də Avropa sistemi, elm və təhsil sistemi üçün qiymətli əsərlər idi. Amma Aida xanım Kübran Xəlil Kübrandan, Mixail Nüaymədən, Əminə Reyhanidən yazanda onların heç biri bəraət alıb vətənə dönməmişdi. Mühacirət acısını vətəndə uyutmamışdı. Aida xanımın qiymətli monoqrafiyaları, kitabları sırasında Mixail Nüaymə ilə bağlı məqalələri və monoqrafiyası ayrıca yer və məqam kəsb edir. Aida xanım Nüaymədən yazanda Nüaymə bəraət almamış, vətənə dönməmişdi. 1975-ci ildə işıq üzü görən o kitabdan sonra və bu kitab həm də elmi əsər olaraq 1967-ci ildə Aida xanım onu müdafiə etmişdi. 1979-cu ildə Mixail Nüaymə vətəninə, Livana dönəndən sonra Beyrutda onun özünün malikanəsində 90 illik yubileyi keçirilir. Həmin yubileyə ayrı-ayrı şərqşünaslıq institutlarından, elmi mərkəzlərindən nümayəndələr dəvət olunur. Moskvadan, SSR Elmlər Akademiyasından da ora nümayəndələr gedir və Azərbaycan Milli Elmlər Akademiyasını, o zaman Azərbaycan SSR Elmlər Akademiyasını akademik Cəmil Quliyev təmsil edir. Cəmil müəllim gedəndə şübhəsiz ki, o tədbirə dəvət alınası tək və yeganə ziyalı alim Aida xanım İmanquliyeva idi. Bütün həyatını, ömrünü, gözəlliyini Nüaymənin irsinə həsr etmiş böyük bir alim və ilk monoqrafiyanı əsəri yazmış böyük bir alim. Amma Aida xanım o tədbirə təəssüf ki, dəvət almır və bu təəssüfün arxasında isə çox-çox siyasi mənalar, mahiyyətlər dayanır. Aida xanım getmir, amma Aida xanımın adından qiymətli əsəri gedir. O əsər ki, həm də o tədbirdə Odlar Yurdu Azərbaycanı təmsil edir. Mixail Nüaymə ilə bağlı çıxış edənlərin sırasında akademik Cəmil Quliyev də yer alır. Cəmil müəllim çıxış edəndən sonra Aida xanımın Mixail Nüaymə ilə bağlı əsərini, kitabını ona təqdim edir. Mixail Nüaymə şərqdə qadın azadlığı, qadının birliyə, bütövlüyə, ümumbəşəri dəyərlərə verəcəyi töhfədən söhbət açan bir yazar idi. Və dünyanı, bəşəriyyəti gender bərabərliyinə səsləyən bir alim idi, tədqiqatçı idi. Şübhəsiz ki, o kitabı görəndə Mixail Nüaymənin ilk gözünün önünə gələn o olur ki, onun düşüncələri, duyğuları artıq özünü həyatda gerçəyə çevirib. Və onun gözü gələn qonaqların sırasında Aida xanımı axtarır. Cəmil müəllim məlumat verir ki, Azərbaycandan ancaq bir nəfər alim dəvət olunur. Nüaymənin böyüklüyü hardadır? O həmin dəqiqə çıxışını dayandırır, bağına gedir, oradan bir al qızıl gül qırır və onu Livanda nəşr olunan, Beyrutda nəşr olunan qəzetə bükür, Aida xanıma göndərir. Bu bir peyğəmbər çiçəyidir. Hamı bilir ki, Peyğəmbər əleyhissalam qızıl gülü sevər, qızıl gül yağını və qızıl gül suyunu, ətrini sevərmiş. Aida xanıma peyğəmbər çiçəyi gəlmişdi. Uzaq şərqdən, günəşin doğduğu, günün çıxdığı torpaqlardan. Və Aida xanım bir alim kimi ən böyük mükafatını almışdı. Adına kitab bağladığı böyük bir alim, mütəfəkkir yazıcı, mühacirətin ağrısını, acısını tərcümə halında yaşamış bir insan ona al qızıl gül göndərmişdi. Əslində o qızıl gülün ləçəklərinə özünün sonsuz məhəbbətini, ehtiram hissini yükləmişdi və onu Azərbaycana göndərmişdi. Hörmətli Fəxriyə xanım, bizim elm, mədəniyyət tariximizdə bu ikinci bir hadisə idi. Ümumiyyətlə dünyanın elm və mədəniyyət tarixində İki fakt qeydə alınıb, hər ikisi Azərbaycanın adı ilə bağlıdır. Həmin illərdə həm də Azərbaycanın ustad aşıqlarından biri Hüseyn Saraçdıya bir bağlama gəlmişdi. O bağlama xurma ilə doluydu. Uzun illər Bağdadda Aşıq Hüseyn Saraçdının ifalarına qulaq asan bir gözəl qadın olur və o sazın, tarın, kamanın gözəl ifaçılarından biri olur. Və bir gün o düşünür ki, ona pay göndərsin, bağlama göndərsin. O xurma bağlamasına yığdığı xurmanın birinin çəyirdəyinə, tumuna saçından bir tel ayırıb bükür və onu xurma ilə bağlayır, göndərir. Və bu xurma bağlaması gəlib Hüseyn Saraçdıya çatanda, o ağzına aparanda görür ağzına saç dolaşdı. Onu götürür başqa bir şairin, Nizami Saraçdının huzuruna gətirir və şair ona sual verir ki, dedim, ay ustad, aç görək, nə sovqat göndərib o Bağdad qızı. Dedi, öz saçını büküb xurmaya bir dəmət göndərib o Bağdad qızı. Baxın, bu əslində o dəmətlə, bu dəmətin arasında o qədər irfani bir bağ var ki, bütün bunlar sübut edir ki, orada ruhunu, duyğusunu, sevgisini saza köçdən bir aşığa, burada isə elm dünyasının, elm səltənətinin
sənətinin aşiqinə bir dəmət gəlir, Bəli. bir qızıl gül gəlir. Əslində könül istər ki, qələmə tapınan, fırçaya tapınan, ruhunu, duyğusunu kəlam və qələm müqəddəsliyinə bağışlayan hər bir alim elə əsər yazsın ki, ona dünyanın o başından dəmət gəlsin, dəstə gəlsin. Bax, belə bir alimdən danışırıq biz, əziz tamaşaçılarımız. Nüfuzlu şərqşünas alim Ayda xanım İmanquliyevadan danışırıq. Şərəf xanım Cəlili Ayda İmanquliyeva tədqiqatçılarından biridir. Qısa bir aramız var, yenidən buradayıq. Yəqin ki, hər biriniz sevdiklərinizlə bərabər gözəl bir çay süfrəsində əyləşməyi arzu edirsiniz. Lakin bu çay gözəl və təbii dəmlənmiş çay olmalıdır. Gözəl və təbii dəmlənmiş çay seçimində biz sizə yardımcı olmaq istəyirik. Çox düşünməyə ehtiyac yoxdur. Hacı Seylon çayları əsl Azərbaycan brendidir və Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və əsl dəmlənmiş keyfiyyətli çay bir sıra xəstəliklərin müalicəsidir, onu bilirsinizmi? Yorğunluğu aradan qaldırır, yuxusuzluğu, yuxululuğu aradan qaldırır. Bəs bu keyfiyyətli çayı hardan seçim, hardan alım deyirsinizsə, çox düşünməyə ehtiyac yoxdur. Ölkəmizdə fəaliyyət göstərən Tayqa ticarət mərkəzlərindən ala bilərsiniz və orada seçimlər də müxtəlifdir. Belə ki, yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. İstədiyiniz zövqə uyğun bu çay nümunələrini gedib, seçib, alıb, dəmləyib içə bilərsiniz. Çünki Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Hacı çay, imtina edilməyəcək təklif. Reklamlarımız bitdi. Xəzərin sahilindən salamlayırıq sizi əziz tamaşaçılarımız və biz bugün nüfuzlu şərqşünas alim Ayda xanım İmanquliyevanın yaradıcılığına, fəaliyyətinə, həyatına işıq salırıq. Şərəf xanım, çox maraqlı bir nüansa toxundunuz. Ayda xanım İmanquliyevaya Talibandan gəlmiş Al Qızıl Gül və bildiyim qədərilə Dünyanın Qızıl Gülü əsəri də yazılıb. Hörmətli Fəxriyə xanım, Ayda xanım elə dahi qələm sahibi idi ki, özündən əvvəl də, özü var olanda da, cismən özü olmayanda da dirilik suyunu nə qədər ki millətə, məmləkətə paylayır, o qədər adı ilə bağlı əsərlər bağlanacaq. Tali ilə gətirib ki, o əsərlərin bir neçəsi də mənim qələmimdən çıxıb. Amma bir gün mən eşidəndə ki, uzaqda, Kanadada ki, bir zamanlar Ayda xanım həmin kürsülərdən ərəb məhcər ədəbiyyatından, şərq filologiyasının, şərq-qərb dəyərlərinin problemlərindən söhbət açmışdı. Orada Beynəlxalq Niagara Musiqi Festivalı keçirilib və orada Daşda Çiçək Açan Dilbər kitabının əsasında yeni bir əsər təqdim olunub. Muğamın dilogiya janrında. Bizim nüfuzlu bəstəkar dirijorumuz və İpək Yolu Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri İsmail Hacıyevin bəstələdiyi əsər və o əsərin də simasında müəllif yox, kitab Dünyanın Qızıl Gülü mükafatına layiq görülüb. Kitabın da yox, müəllifin Kanadanın rəmzi olan Xan Çinara yarpağına layiq görülməsi bir müəllif üçün dəyər idi. Özü də o dəyər idi ki, o yazdığının ünvanına görə dəyərə çatmışdı. Ayda xanım da, İsmail Hacıyev də Azərbaycan xalqının dəyərlərindən biridir. Amma Ayda xanım elə böyük tarixi şəxsiyyətdir ki, o bugün də, sabah da qiymətli əsərlərdə əbədiləşdiriləcək. Bəli. Çünki o ömrünü elmi, mənəvi dəyərlərin, ümumbəşəri dəyərlərin yaddaşlara qaytarılmasına və yeni nəslə çatdırılmasına həsr eləyib. Şərəf xanım, Ayda xanım 90-cı illərdə dünyasını dəyişdi və o dövrlər Ayda xanım üçün sözün əsl mənasında çox məsuliyyətli, vətənsevər bir insan olaraq, müəyyən kürsülərdə öz haqq səsini qaldıran insan olaraq dünyadan köçməsi onun nakam köçməsinə
rəvac verdi və bu gün biz əminliklə deyə bilərik ki, Aida xanımın ruhu şaddır. Əminliklə deyə bilərik ki, onun səpdiyi bu müqəddəs toxum bu gün cücərməkdədir. Hörmətli Fəxriyə xanım, 90-cı illər ilə dəhşətli illər idi ki, həm biz keçid dövrünü yaşayırdıq, həm 20 yanvar dəhşətlərini keçmişdik, həm Xocalıya doğru ağrının, əzabın illərini yaşayırdıq. Qərbi Azərbaycan deportasiyası baş vermişdi. Artıq Şuşanı, Xocalını qan tutmuşdu. Belə bir ərəfədə ermənilərin bizim üzərimizə olan lobbi şəklində bir səlib yürüyüşü gəlmişdi. Aida xanımın böyük bir alim kimi, bir qələm sahibi, fikir və düşüncə sahibi qüdrəti ondaydı ki, o Zori Balayana, Aqambekyana, Galina Starovoytovaya elmi əsaslarla cavab verən böyük alimlərin sırasında yer almırdı. Akademik Ziya Bünyatovla birlikdə onların önündə gedirdi. Amma o dövrün dəhşətləri, milli vətənpərvərlərin bəlkə də yaşadıkları mənəvi ağrılar onların bu dünyanı bir vaxt tərk etməsinə səbəb oldu. Xudu Məmmədov kimi böyük bir alimin, Dilarə Əliyeva kimi, Aydın Məmmədov kimi alimlərin, o sırada Aida xanım İmanquliyeva kimi böyük bir alimlərin əslində bir vaxt ölümünün bir səbəbi var idi. Onlar hər gün kürsüdə qələmlə, kəlamla mücadilə edirdilər. O insanlarla mücadilə edirdilər ki, onlarla mücadilə etmək o qədər də asan deyildi. Azərbaycan informasiya blokadasının məngənəsində idi. Amma Aida xanım Poltavada, Hallidə, Peterburqda, Moskvada, Norveçdə, Kanadada, yenə də deyirəm, Amerikada, Almaniyada Azərbaycan həqiqətlərindən danışırdı. Aida xanım təkcə bir şərqşünas kimi savaşmırdı, həm də bir politoloq kimi mücadilə edirdi. Bu isə sonsuz sevgiyə, hörmətə layiqdir. O cür alimlərin apardığı mücadilələr, o cür adamların elm səngərində apardığı diplomatik mücadilələrin nəticəsi olaraq onun həm də doğmalarının, vətənpərvər doğmalarının, ruhunun, qanının, cisminin davamçılarının apardığı 30 illik mücadilə nəticəsində bugün Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin iradəsinə Azərbaycan xalqı Şuşa qalasında Xudafərin körpüsündə körpüyə dönüb. Aida xanımın yaşadığı dövr 90-cı illər dəhşətli illəri idi. 90-cı illərin o dəhşətli illəri içərisində Aida xanıma, onun doğmalarına, Nəsir İmanquliyeva, Bakı Dövlət Universitetində Ulu öndərimizin, Azərbaycan Milli Elmlər Akademiyasında Ulu öndərimizin qardaş və bacılarına, qohumlarına elə bir səlib yürüyüşü var idi ki, onun qarşısında dayanmaq o qədər də asan məsələ deyildi. Amma bu ailələr dözürdü, mücadilə edirdi. Vətən, torpaq naminə elmi kürsülərdən elmin diplomatiyadakı nüfuzuna çevrilirdilər. Əslində onlar vətənin nüfuzuna, vətənin haqq, ədalət carçısına çevrilirdilər. Və mənə elə gəlir bizim o dövrdəki ağrılarımızın, acılarımızın fədakarlarından, fədailərindən və qurbanlarından biri idi Aida xanım. Şərəf xanım, bugün Aida xanımın varisləri müstəqil Azərbaycanın quruculuğunda önəmli işlər görürlər və bugün sözün əsl mənasında biz Aida xanımın arzusunun, istəyinin həyata keçdiyinin bariz nümunəsini görürük. Hörmətli Fəxriyə xanım, indi bu məqama gəlmək, bu gözəl hisslə, duyğu ilə danışmaq özü insanda bir qürur yaşadır. Aida xanım qüdrətli ziyalıların Zəngəzura maarif işığı gətirmiş Teymur ağanın və Şamaxıya, Şirvana maarif işığı gətirmiş Mahmud ağanın varislərindən idi. Aida xanım professor Nəsir İmanquliyev kimi, Göfər xanım kimi qiymətli ziyalıların övladı idi. Aida xanım Mircəlal ocağının gəlini idi. Amma Aida xanımın taleyində həm də ana kimi bir səadət var idi. Ulu öndər Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi. O təhlükəsizlik orqanlarında ən kiçik rütbədən general rütbəsinə, sərkərdə xaqan rütbəsinə qədər yüksəlmişdi. O Azərbaycanda hər bir vətəndaşın, fikir və düşüncə sahibinin, qələm sahibinin, yazıcı və şairin, publisistin, alimin nə ilə nəfəs aldığını yaxşı bilirdi. Hətta deyərdim ki, hamıdan yaxşı bilirdi. O canımdan çox istədiyi, canımdan əziz bildiyim Azərbaycanım deyir həmişə Ulu öndərimiz. O canından əziz bildiyi Azərbaycanın sarayına sultanı 1-ci xanımı seçəndə, nəvələrinə nənəni seçəndə, övladlarına varisi seçəndə övlad məhəbbəti ilə yanaşı həm də Mircəlal təmizliyini, Nəsir İmanquliyev əyilməzliyini, Aida xanımla
hörmətli Arif müəllimin mütəfəkkir alim kimi əzəmətini nəzərə almışdı. Baxın, Mir Cəlalın yada satmaram dediyi xalça bugün dünyanın maddi mədəni irsi siyahısına yazılıb. Ölkənin birinci xanımının və Mir Cəlalın sevimli nəvəsinin iradəsi ilə. Bugün həm də Azərbaycanda Milli Aviasiya Akademiyası adında tarixdə qurucu rektor olaraq akademik Arif Mircəlaloğlu Paşayev qalır. Aida xanımın ömürgün yoldaşı. Aida xanım qüdrətli alim idi, özdə mütəfəkkir alim idi. Yazdıqları ilə zamanında şah əsərlərin müəllifi kimi adını elm tarixinə yazdığını özü də bilirdi. Böyük və nəhəng işlərlə məşğul olduğunu, ruhunu, duyğusunu, sevgilərini yetirmələrinin beyninə köçürdüyü və onların da bəhrəsinin zamanı gələndə görə biləcəyini, yəni vətənin görə biləcəyini bilirdi, duyurdu. Amma Aida xanım həm də xoşbəxt bir qadın idi. Baxın, o hicrət edəndən, dünyasını dəyişəndən, yer üzündən göy üzünə köç edəndən sonra onun məxsus olduğu könüldə kimsə sultan olmayıb. Onun irsi varislərinin dünyasında, Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətində dünyaya məhəbbətin, mərhəmətin, xeyirxahlığın, yaxşılığın əzəmətini bəxş edir. Aida xanımın irsi və yaradıcılığı həm də onun doğmalarının, nəvə və nəticələrinin fəaliyyətində yaşayır. Akademik Nərgiz Paşayeva bir alim kimi, ictimai xadim kimi, üns yaradıcılıq səhnəsinin qurucusu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi tarix yaradır. Leyla xanımın, Arzu xanımın, Ülviyə xanımın, Aida xanımın yaradıcılığında elə bir Aida İmanquliyeva dünyası yenidən cücərir, yenidən insanları birliyə, bütövlüyə, gözəlliyə, sevgiyə və məhəbbətə səsləyir. Təşəkkür edirəm sizə Şərəf xanım. Artıq bizə verilən zaman başa çatdı. Və biz bugün nüfuzlu bir alimin simasında Azərbaycanın keşməkeşli tarixinin parlaq gələcəyini gördük və sözün əsl mənasında bir alimin tərəqqisi, bir alimin cəmiyyətə, bir alimin dövrə verdiyi töhfə sadəcə onun varlığı və özündən sonra qoyduqlarıdır. Sizə sonsuz təşəkkür edirik və bizim sizə kiçik bir hədiyyəmiz var. Bu, veriliş boyu içmiş olduğunuz çay və verilişin sponsoru olan Hacı Seylon çayıdır. Hacı Seylon çayı bir Azərbaycan brendidir və nə gözəl ki, bizim müstəqil Azərbaycanımız iqtisadi nöqteyi nəzərdən də inkişaf etməkdədir və bizim brendlərimiz yaranır və Azərbaycanımızı hüdudlardan kənarda da təmsil edir. Bu isə sizə Şərəf xanım, ağ çiçəyimdəndir. Mən əvvəla Hacı Seylon çaylarına təşəkkür edirəm. Bir millət, məmləkət olaraq öz brendini yaratmaq, öz imzasını qoymaqdır. Bir zamanlar Məhəmməd Hadi deyirdi ki, yox millətimin imzası bu imzalar içində. Biz indi bir müstəqil Azərbaycanın vətəndaşı olaraq, bir insan olaraq qürur hissi duyuruq ki, var millətimizin imzası imzaların içində. O imzanı yaşadanların, qoruyanların, o imzanı imzaların sırasına yazanların önündə xoşbəxtlikdən ruhu şad olmuş Aida xanımın doğmaları gedir, əzizləri gedir. Biz də bir vətəndaş kimi ancaq araşdırmalarımızla, yaradıcılığımızla, fəaliyyətimizlə bu işə nəsə bir töhfə vermək istəyirik. Ağ çiçəyimə təşəkkür edirəm. Çiçəkləri bol olsun. Şükür Allaha. Qarabağ işğaldan azad olunub, Şərqi Zəngəzur işğaldan azad olunub. İndi biz həm də Şuşa qalasının ətəyinə, Şərqi Zəngəzura, Qarabağa, öz dağlarımızın yaxasına çiçək dərməyə gedirik. Bax, biz bunun üçün də Aida xanımın ruhuna minnətdarıq. Onun doğmalarının varlığına görə Tanrıya şükran duyğularımızı dilə gətiririk. Təşəkkür edirik Şərəf xanım, çox sağ olun. Vətənin böyüklüyü ərazi böyüklüyü ilə yanaşı, həm də onun vətəndaşının böyüklüyü ilə ölçülür. Və biz bugün böyük vətəndaş, alim, nüfuzlu alim, şərqşünas alim Aida İmanquliyevanı xatırladıq. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.